Çilənin sonu baharın gəlişini müjdələyir. Nəhayət bizə minillərin qatlarından süzülüb bu günümüzə də vəsiqə alan çərşənbələr başlayır. Onların sayı 4-dür. Hər biri də yaşamın vacib bir elementi ilə bağlıdır. Birinci su çərşənbəsidir. Mən su çərşənbəsiyəm. Mən gələndə çaylarda buzlar əriyər, çaylarda bolluk yaranar. Mən həyat mənbəyiyəm, torpağa can verirəm. Artıq bu həftənin əvvəlindən etibarən Novruz bayramına hazırlıqlar başlayır. İqtidara görə ilaxır çərşənbələrin hər birinin özünə məxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri qeyd edir, xüsusi süfrə açır, şadyanlıq edirik. El arasında su çərşənbəsinə əzəl çərşənbə, gözəl çərşənbə, gül çərşənbə, sular Novruzu da deyilir. İnama görə həmin gün sular təzələnir. İlk çərşənbə ərəfəsində Axura kəndində də hamı ev eşiyini sahmana salır. Evlərin solğun divarları rənglənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə bağ-bağçalarda ağacların, gül kollarının quru budaqları kəsilib atılır. Gün doğmazdan öncə insanlar bulaq üstünə gedir, əl üzünü yuyur, bir-birinin üzünə su çiliyir, su üstündən atlanır, evə su gətirərək həmin sudan çay qoyulur. Deyilənə görə, su çərşənbəsi günü su üstündən keçənlər azar-bezardan uzaq olarlar. Hətta söyləyirlər ki, su çərşənbəsi günü bulaqların şəfası da artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su kənarında, bulaq başında, çay qırağında su çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən vəsbihal nəğmələr oxuyardılar. Su gələn arxa, bir də gələr deyir ulularımız. Suyu ağaclı yerdən, qızı qardaşlı yerdən deyib atalarımız. Atalar deyir ki, suyun yavaşından qorx. Suyun lalaxanından, adamın yerə baxanından qorx. Sudan gələn sürməlidir, sudan gələn sürməlidir. Çox ümtidir kudə, sənin olan çox ümtidir kudə, sənin Su çərşənbəsi ilə bağlı müxtəlif ayin və etiqadlar da var. Həmin gün su kənarında, bulaq başında dayanan insanlar ürəklərindən keçənləri suya söyləməli, onun duru aynasından, qırçınlı ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar adətən nikbin təbiətli olurlar. Söyləyirlər ki, ən pis qorxulu yuxunu da suya danışsan, xeyir taparsan. Ta qədimlərdən atalarımız, nənələrimiz suya baxaraq yanıltmacılar, qaravəllilər deyərlər. Ay su çərşənbəsi, gəlmişəm səninlə çərşənbə axşamlaşmağa. Sən çərşənbə axşamlaşsan da çərşənbə axşamlaşacam, çərşənbə axşamlaşmasan da çərşənbə axşamlaşacam. Birində mən deyim. Getdim gördüm bir dərədə 7 qara qaşqa tapal sapış otlayır. Dedim mən 7 qara qaşqa tapal sapış. Ne bizim 7 qara qaşqa tapal sapışın yerine otlayırsan? Dedi ki, sizin 7 qara qaşqa tapal sapış, bizim 7 qara qaşqa tapal sapışın yerine otladığınız için, bizim 7 qara qaşqa tapal sapış, sizin 7 qara qaşqa tapal sapışın yerine otlayır. Su fallarına görə su çərşənbəsi insanlar bulaqdan evə su gətirərlər. Buna el arasında lal su deyirlər. Çünki heç kəs danışmamalıdır. İnanca görə bu suyun özgə hikməti var. Onu bir neçə piyaliyə töküb saxlayırlar. Onun qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü suya atar. Əzizim suya düşdü, üzüyüm suya düşdü. Falıma yar düşmədi, öz əksim suya düşdü. Su gələr arxa nə var, tökülər tarxa nə var. Məndən öz yarım küsüb, bilmirəm xaxa nə var.
Su çərşənbəsi axşamı süfrəyə mütləq bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam adətən mərci plov bişirilməlidir. Çünki su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır. Bu gün insanlar bir-biri ilə mehriban davranmalı, arzulamalıdırlar ki, növbəti çərşənbələri də şad xürrəm keçirsinlər. Əziz tamaşaçılar, elimizin gözəli, süfrəmizin bəzəyi, çərşənbələrin əzəli olan su çərşənbəsini qeyd edirik. Atalar əbəs yerə bu çərşənbəni çərşənbələrin gözəli adlandırmayıblar. Çünki su aydınlıqdır. Hər birinizə aydınlıq diləyi ilə su çərşənbəniz mübarək olsun. Elnarə Heydərova, Aygün Hüseynli, Müftü İbrahimov, Elşad Heydərov, xəbərlər.